içerisine buradan gördüğünüz gibi burada müzeye ait restoranlar var. Burada belə qablardan hansı ki dövrə ait olan giriş qapısı, sarayın önünde görmüş olan magnetlərdir. Müzeyinə bilet alıb parkın ümumi görünüşüdür. Burada ümumi böyük bir lövhə var. Parkın yaranma tarixi 2. Yekaterina'nın istediği bu park. Həmin bu şəkildə oldu. Yekaterina'nın şəkli qarşılayır. Yəqin ki, o zamanki dövrə aid olan simvolik açarıdır. Vasili Ivanoviç Blajenovdu, arxitektor. Bu da Matvey Fyodoroviç Kazakovdu. O dövrə aid olan qılınc, mizrəklər, oxlar o zaman həmin bu saraya aid olan əşyalardır. Sarayın ümumi görünüşüdür. Üstdən olan görünüşüdür. Bu 2-ci mərtəbə sarayın ümumi görünüşüdür. Yekaterina'nın portretləridir. Onun ətrafında olan saldatlar və əsgərlər danışır. Kral özüdür. O dövrə aid olan geyimli xanım məsəsi geyinib burada sevgi çəkilir. Bunlara aid olan qayıq, belə deyək. Burada bunların qədimi kənd evlərində aid olan stoldur, çırçılaqdır. Bunların rus nənələrin geyimləridir. Köhnə oraq, hansı ki dəryaz, bəzi yerlərdə kələntə deyirlər, oraq deyirlər. Bu yerli şumlamaq üçün istifadə olunan köhnə qədimi üsuldur. Cüzlərə qoşurdular. Kilsənin maketi. Burada belə bir köhnə qədimi qayıq var. Nəhrədir o, 100% mən bilirəm, nəhrədir. Kənddə onun böyük forması bizdə var idi, nəhrədir. Balıq tondur. Burada bir dənə siverji, naqqa balığı qoyublar. Bu da bizim balıqçıdır, səlyan balıqçıları. Neftçala balıqçıları. Sadəcə 3-cü mərtəbədə restoran var. Çəkək görək. Restoran var. Çay var, kofe var, məsəl üçün. Burada qiymətlər də yazılıbdır. Hal-hazırda müzeyin daxilinə enirik. Müzeyin içərisinə buradan keçmək olur. İnformasiya xası müzey daxilinə ekskursiyaya buradan enirik. Gördüğünüz gibi burada müzeye ait restoranlar var. Hansı ki ve burada butik magazin gibi sürünürler, satırlar. Daxil olan çəkiliş edək. Burada belə qalmalardan hansı ki dövrə aid olan nəzərdə tutmaq kisonkalarla burada suvenirlərdir. Təbii ki burada öyle paltarı satırlar. Hansı ki polkalar üzərində sarayın rəsmi var. Beləncinin bijuteriyaları, sarayın giriş qapısı, sarayın ümumi görünüş olan magnetlərdir, hansı ki xaladenik sorğunun üzərinə qoymaq üçündür. Bunlar sayı içində.
hansı bunlar heykəllərdir. Burada kitablardır. Bu şəkildə suvenirlərdir. Dostlar, parkın müzeyinə bilet aldım. Hansı ki 2 dənə burada biletdir. 2 girişimiz var. Biri bu həmin parkın da ərazisi. Bu parkın çox tərəfdən giriş yox idi. Sənəmə içərdən enişdirik. Düzdür, selfie ilə çəkilişə icazə yoxdur. Bunu sağ olsunlar, xahiş etdik. Görək içərdə problem olacaq ya yox. Bu da parkın ümumi görünüşüdür. Hansı ki saray kompleksi onun qabağında olan hansı ki binalardır. Orada binalar və ümumi saray və göl. Ondan da əlavə orada başqa göllər də var. Gecikməyə daxil olaq ekskursiyamızı davam edək. Bu şəkildə hansı ki daxil oluruq. Burada ümumi böyük bir lövhə var. Parkın yaranma tarixi, neçənci ildə başlayıb tikilməyə, neçənci ildə dayandırılır və neçənci ildə yenidən restavrasiya olunur. Bu da parkın vaxt qədimdən olan, hansı ki indiki müasir vəziyyəti yox, köhnə 2-ci Yekaterinanın istirdiyi bu layihə, bu park həmin bu şəkildə olurdu. Ümidvaram sizə burada qaranlıqdır, görürsünüz. Gecikməyək daxil olaq. Bizi 2-ci Yekaterinanın şəkli qarşılayır. Eskalatordan çıxan kimi hansı ki yaşanması qismət olmayan, amma ki bugünkü gündə şəkli buradadır. Sol tərəfdən sizə göstərdiyim həmin o binanın içərisidir bura. Sadəcə girişi başqa yerdəndir. Burada binanın yəqin ki o zamanki dövrə aid olan simvolik açarıdır. 2026-cı ildə 2006-cı ildə sentyabrın 2-sində ümumi restavrasiya işindən sonra simvolik açar muzeydə sərgilənir. Bunlar da hansı ki Bajenov və Matvey Kazakova aid olan pul sikkələrdir. Onların xatirəsinə aid olan pul sikkələrdir. Burada sərgilənir. Sarayın içərisi belədir. Bu hansı ki sarayın ümumi görünüşüdür. 2-ci Yekaterinanın əllərinin içərisində. Hansı ki bu Vasili Ivanoviç Bajenovdur, arxitektor. Bu da Matvey Fyodoroviç Kazakovdur. Birinci layihə hansı ki Vasili Ivanoviçin Bajenovun layihələndirdiyi bina bu formada olub. Zaten xanım onu bəyənləyib və ondan sonra onu öz vəzifəsindən uzaqlaşdıraraq yenidən onun tələbəsi hansı ki Bajenovun tələbəsi Kazakova həvalə edirlər. Kazakov da öz
növbəsində böyük vahid bir saray kompleksi layihələndirilib və tikintisi başlanılıbdır. Və ümumi götürüldükdə bu mənim fikrimdir. Bajanovun layihələndirdiyi həmin bu saray kompleksi daha gözəldir, nəinki Kazakovun. Hansı ki, buradan tarixləridir. Tarixi bir lövhədir. 1799-cu ildən 1774-cü ilə qədər olan hansı bir kral ailəsinin haqqında bir lövhədir və burada məlumat verilir. Burada belə bir tablo da var. Məsəl üçün 1790-91-ci ildə necə olub? Həmin burada o gördüyünüz kimi ox işarəsi gedir, illər irəliləyir və ailənin üzərindən keçir və burada görülür ki, bunlar binanın görünüşü. Bina hansı vəziyyətdə olub? Park ərazisi, saray ərazisi hansı görünüşdə olub? 1793 məsəl üçün may ayı, iyun ayı, iyul ayı və gördüyünüz oktyabr ayında restavrasiya işi oldu və ildən sarayın görünüşü nə qədər dəyişibsə, hansı illərdə burada ümumi məlumat verilir. Burada da belə bir tarixli muzeydir, hansı ki bu binanın tikintisi zamanı istifadə olunan bəlkə də sökülən bir hissəsidir binanın. Hazırda bizler müze kompleksinin içerisindeyik ve burada gəzirik ve gördüğünüz kimi içeri için o həqiqətən Moskvanın en güzel parklarından ve saraylarından biri olduğunu ben tam əminliklə deyə bilərəm. Burada hansı ki 1775-ci ildə sarayın tikilməsi həmin bu layihədir. Burada çerkovdur və həmin insanlardır, sarayın ərazisidir. Burada bu hansı ki Krasnaya ploşaddır, 100%. Burada belə gözəl saraya ait olan abidələrdir. Nasıl üstü ilə canlandıran orada gördüğünüz mimarlardır. Makbeyev ilə Kazakov. Bu da ərazinin ümumi görünüşü. Həmin bu paltar da 2-ci Yekaterinanın ona şəxsən aid olan paltardır. Bugünkü günə qədər qorunub burada saxlanılır. Həmin o gördüğünüz paltarı da burada xanımın əynindədir. Həmin o paltar da burada şəkildə də var. 2-ci Yekaterina. Parkın
o zamanki görünüşü, Vahid Kompleks Sarayı. Burada gördüğünüz gibi turistler var. Her milletten var. Ландшафты. С одной стороны ограниченный объем, с другой куда стоит парк с постоянными перепадами Вместо варианта изменения божественных рельефов предложил возвести совершенно другой Burada film gelir, hal-hazırda. больше подходящий для кремлевского строительства. Вскоре одно за другим последовали два царских повеления. Первое. Об увольнении на год с сохранением жалования архитектора коллежского советника Баженова для поправки здоровья и исправления домашних дел. И второе. О разборке в селе Царицыне построенного главного корпуса до основания И строительстве нового дворца по утвержденному проекту Казакова. Брешут, но опечален знатно. Разобранные баженовские строения стали частью фундамента дворца Казакова. Новый, грандиозный трехэтажный дворец обрек на снос Большой Кавалерский и Камер-Юнфорский корпуса. Ведь теперь перед таким величавым зданием хорошо смотрелось бы только Поле с обелиском. из всякого русского человека о будущем, о назначении человека, о таинствах искусства и жизни, о любви, о собственной судьбе и, наконец, о судьбе России. Ve burada ümumi saray hakkında məlumatlarını qeyd edildiyin kimi orada göstərdim. Yuxarıda göstərilən 1804-cü ildə məsəl üçün sarayın ümumi görünüşü necə olubdur. Bax, bu formadaydı. Görsənir. Məsəl üçün 1804, 1850, 1883, 1890 və hansı illərdə ki restavrasiya olunub və yenidən təmir olunub, görünüşü dəyişib. Və ümumi tarixi. Məsələn, 1850-ci ildə bu formadaydı, görünsüz, baxımsız halda qalmışdı. Yəni burada saatlarımız çoxda insanlar öz heyvanlarını tanıdılar. Saray çox bir bərbad vəziyyətdə idi. Və 1883-cü ildə məsəl üçün necə olubdur? Burada da yeni görünüş var. Sarayın yeni görünüşü. Ve bu sarayın ümumi planıdır, ümumi görünüşüdür. Bunlar her biri öz-özlüyündə korpuslardır. Bu sarayın ümumi görünüşüdür. Vahid hansı ki saray kompleksi
bu üstdən olan görünüşüdür. Burada hansı ki restavrasiya işləri gedir, həmin o restavrasiya işlərinə olan görüntülərdir, təmir işlərindən. Sarayın ümumi görünüşüdür. İşıq düşür, bilmirəm nə qədər görsənir. Bu şəkildə. Və sarayın hansı ki xarabalıq olan vaxtı, belə deyək, baxımsız olan vaxtı və sonradan restavrasiya olunur və bu formada təmir olunur və istifadəçilərə muzey formasında təqdim edilir. Və dostlar, gördüyünüz kimi ikinci katedralın orada heykəli var, abidəsi var və sarayın bir hissəsi böyük otağın yürütüdən bu formadan möhtəşəm qızıl rənglər bəzədilmiş. Sırtçılar, bu hansı ki ikinci Yekaterin'in ona aid olan heykəldir. Böyle bir kitapxana var. Yaklaşmışlar. Qəddimli bir belə deyək, şkafdır. Yəqin ki, o dövrə aid olan saat üzərində bu ikinci Yekaterina'ya aid olan mebel əşyalardır. Bunlar hamısı ona aid olan belə istifadə etdiyi əşyalar. Sırtdan məxsus olan qablar, çaylık, stəkan. Onun
şəxsi istifadəsində olan əşyalar burada bugün qorunub saxlanılır. Və burada da o dövrə aid olan qılınc, mizrəklər, toplar, aşağıda gördüyünüz kimi o dövrə aid olan suvenirlərdir, sikkə pullardır. İkinci Yekaterina burada şəkildə görürsünüz. Burada İmperatrisa Maria Terezia'dır. Burada İmperator İsot II İsot'dur. İmperator olub, Rus İmperatoru. Hansı ki, o zaman həmin bu saraya aid olan əşyalardır burada istifadə olunur. Bu sikkələridir. O dövrə aid olan saatdır. Belə bir güzgü var və xanımlar üçün nəzərdə tutulan qızıl əşyaların içinə yığmaq belə bir qabdır. Çox möhkəmdən danışa bilmirəm çünki çox sakitlikdir, exo verir hər yer və insanlar var, insanları rahatsız etmək istəmirəm. Burada da bir lövhədir, hansı ki 1729-cu ildən, 1727-ci ildən olan bütün kraliçalar, krallar, Rus imperiyasının hamısı burada tarixi olaraq belə bir şəkildə qeyd olunur, məlumat tablosudur. Onların nəvələri, nəsilləri hamısı burada qeyd olunur. Bura birinci mərtəbədən ikinci mərtəbəyə çıxan Tabliçeski zal və yuxarı çıxaq. Mən elə bilirdim ki, çöldən restavrasiya işləri gedir, yenə də səhri giriş yoxdur, amma ki, ayrıca giriş yeri var, oradan rahat bir şəkildə bura daxil olmaq olar. Hansı ki, Tabliçeski zal, bu zal. Buradan da çöl görüntüsü. Bu ikinci mərtəbə sarayın ümumi görünüşüdür və tavandan da gördüyünüz kimi çox möhtəşəm bir görüntü var və divarlarda o zamana aid olan hansı ki Yekaterina'nın portretləridir, onun ətrafında olan saldatlar, rəsgərlərdə hansı ki kral özüdür. Burada məsələn çəki. Bu onlara aid olan o zamanki piyaninadır, qorunub saxlanılır.
burada zal var və zalda insanlar geyinib, hansı ki o dövrə aid olan geyimli xanım məsələn geyinib burada selfie çəkdirir. Burada xanımlar da məsələn daxil olmaq istəmirəm. İçəridə paltarlar da görürsünüz. Daxil olursan, arendaya götürürsən, burada var məsələn bilet 1 nəfərə 500 rubl, bu ümumi girişlərdir və burada geyinib formada şəkillər çəkdirə bilərsən. Hansı ki burada o da zallar var, otaqlar var. Girməsi qadağandır. Bizə lazım olan yerlərə qədər girərik. Mən də bir yax gəldim qapıya qədər, dedim yəqin işləmir, remontludur. Amma fəaliyyət göstərir. Səsim biraz aşağıdan çıxır, çünki burada ümumi insanlar çoxdur. İstəmirəm kiməsə mane olun, həm də eko verir səsimiz. Bu sizə çəkim göstərim. Hansı ki sarayın daxilindən çölə olan görüntüdür. Parkı olan görüntüdür, şəhəri olan görüntüdür. Və bir yax sizə dediyim kimi görürsünüz ki, bir yax dedim sizə burada sırf bu parka gələn insanlar bura gəzmək üçün gəlmir. Burada toy selfiləri çəkdirilir. Məsəl üçün burada xüsusi otaq olacaq, otağa giriş qadağandır, amma ki belə xüsusi günlərdə ora girməyə icazə verirlər. Hal-hazırda burada çəkiliş gedir. Bəri gəlindi, məsəl üçün bu ümumi görünüşdür buranın. Buradan da yenə dediyim kimi parkın ümumi görünüşüdür. Bura belə güzgülərlə bəzədilir bura. Bu şəkildə. Burada da belə bir ikinci mərtəbədə zal var. Orada çıxar. Burada görürsünüz ki, o zamana aid olan qayıqdır. Bunların gəmisi mi, qayıq mı deyək. Maketi bu formada saxlanılır. Tarixi aksesuarlardır. Bunların xas formasında olan tarixi aksesuarlarıdır. Yəqin ki, bu da bunların Bibliya kitabı, İncil kitabıdır. Burada qorunub saxlanılır. Dini kitabı ki, bunların hansı ki İncil kitabıdır. 1646-cı ilə aid olan İncil kitabı. Moskvaya aid olan bu ərazidə peçat olunan, o zaman aid olan İncil kitabı. Bu da bir sikkədir.
Onun tarixi 16-cı əsrə aid. Hardasa o illərə gedib çıxır. Burada bunların kilsəsidir. Burada çox gözəl bir yer var. Hansı ki burada İsa Peyğəmbərin sarmığa çəkilməsi təsvir olunub və burada mələklər formasında təsvir olunan insanlardır, qanadları var. Belə bir obyekti. O zamana aid olan bunlar hansı ki süfrələrdir, belə deyək. Televizyon üstündən sərirdilər, stollarda istifadə edirdilər. Bir də belə bir xaçdır. Bunu da çəkim göstərim sizə. Burada dini bir kilsə formasında olan muzeyin daxilində yaradılıb. Hansı ki, divarda portretlər var. Məryəm ananın portretidir. Və qucağındakı olan şəxs yəqin ki, İsa Peyğəmbəri nəzərdə tuturlar. Hər kəs, hər xalq, hər millət bir formada öz beyinlərində canlandırırlar İsa Peyğəmbəri. Bu da portretlərdir və burada kilsə. O zaman qədimə aid olan kilsə, hansısa bir xırda bir kəndin kilsəsi və onun haqqında məlumat tablosu. Bu gördüyünüz bu hissə həmin o kilsəyə aid olan əşyalardır. Həmin o xırda kənd kilsəsinin tavanı olub, taxtadandır, özünüzü görürsünüz ki. Burada da belə bir fragment görürlər televizorda. Tarix haqqında, bunların bu hansı bu zala aid olan bu kilsənin tarix haqqında məlumat verirlər. 1899-1970-ci illərdə hansı bir girəndə o xaç şəhərsi göstərdim, həmin bu kilsədə olan xaçdır, bunların simvoludur və bu da həmin kilsənin içərisidir, qalıqlarıdır. Keçək başqa zallara, görək orada nə var. Burada tablolar var, bu şəkildə. Qəribə və gözəl bir zala gəldim. Burada belə bir ilk girişdən göstəreyim. Burada bunların qədimi kənd evlərinə aid olan stoldur, çırçılaqdır, bunların kitablarıdır.
Bu hansı ki o Rus nənələrin geyimləridir. Burada da canlandırılır. Köhnə oraq, hansı ki dəryaz, bəzi yerlərdə kələntə deyirlər, oraq deyirlər. O zamana aid olan dırmıq görürsünüz buradan. Bunların dini inanc yerləri hansı ki evin bir köşəsində şəkil asırlar, öz İsa Peyğəmbərin şəklidir. Və balıqçılıqda istifadə olunan əşyalar. Burada at malı var, zimbrov var. Belə bir xırdadır. Dəmir parçasıdır, mızrağa oxşuyur. Köhnə qazandır, bazı tavadır, ləyən belə deyək. Və ən əsası bu yeri şumlamaq üçün istifadə olunan belə bir köhnə qədim üsuldur. Hansı ki, vaxtları öküzlərə qoşurdular, istifadə edirdilər, həmin olur. Orada da portretlərdə də şəkilləri göstərilir. Bunların qədimi simaları, olmazsa olmazı, təbii ki, misdəndir. Süfrə örtükləri, xizək, hansı ki ata taxılan, atın yəhəridir. Ağızlığı belə deyək, yəhər deyirəm, saçda. Və bu xizəyi, burada təbii ki, qışda xizəksiz mümkün, o zamanlar mümkün olmuyor. Bunların qış geyimləridir, nə gözəl. Olmazsa olmazı qarmon. Və uşaq beşiyi, belə deyək. Bu onun sandıqcası, uşağa aid olan əşyaları yığmaq üçün və uşaq beşiyi. Və ən əsası da burada bunlara aid olan qayıq, belə deyək. İçində insanlar duruyor. Və bunların nə olduğunu bilmirəm açığı. Bir məlumatım yoxdur, heç bir şey deyə bilmərəm. Sadəcə sərgiləyiblər. Sandıqçalardır, xırda sandıqçalardır. Böyük sandıqdır. Bunlar da hamısı sandıqdır. O dövrə aid olan 20-ci əsr, 20-ci əsrə aid olanlardır. Köhnə bunların şkaflarıdır, səbətlərdir. Yəqin ki, bu saraya aid olan
qapılardır, əşyalardır. Burada da sərgiləndi gördüyünüz kimi. Burada da köhnə azcı baltalardır, o zamana aid olan hansıca taxta rəndələyəndir, köhnə alətlərdir, sərgiləyib saxlayırlar. Əl işləridir. Bu günə gəlib çıxan bütün əl işlərini bunlar sərgiləyib saxlayırlar. Bunlar da mismarlardır, belə deyək. Köhnə, qədimi mismarlar, baltalar, mişarlardır, qədimi mişarlardır. Bu maşadır, qədimi maşa. Bunların hansıca o taxta evlərinin tikilmə strukturasıdır. Və orada məsəl üçün kənd kompleksi belədir. Bunların qədimi. Kilsədir məsəl üçün burada. İkinci bir kilsə var, evlər var. O zamana aid olan, hansıca vodkada istifadə olunan kürəkdir, belə deyək. Köhnə qədimi paltarlardır bunlar. Никак не мешает, нормально все. Və burada çəkmə yanından çıxdı. Bunların tarixi kitablarıdır, hansı ki, tarixi və dini kitabları, belədir. Burada da belə bir zal var. Bu daha müasir bir formasıdır, belə deyək. Burada görürsünüz. Portretlər divarda sərgilənir. Köhnə və qədimi üslubda bir kilsə, belə deyək. Kilsənin maketi. Eksponatlardır.
o zamanlar, o dövrə aid olan bunların köhnə kilsələri, hansı ki, daxildən tikilib. Belə bir köhnə, qədimi qayıq var. 20-ci əsrə aiddir, belə deyək. Köhnə balıqçı qayığıdır. Ən azından bir 100 yaşı var qayığın. Bunlar da evlərdə istifadə olunan əşyalardır. Nəhrədir o, 100% mən bilirəm, nəhrədir. Kənddə bunun böyük forması bizdə var idi, nəhrədir. İçində yağ hazırlanır, nəhrə. Yəqin bunu bilənlər bilər, köhnələr bilər. Bu da bunların bir vedrəsidir, köhnə. Bunların xizəyi qışda istifadə etmək üçün bu şəkildə qış geyimidir, ov alətləridir, hansı ki o zamana aid olan heyvan dərisindən olan bunların çəkməsidir. Ayaqları soymasın deyə bu şəkildə yun, əlcək və corablarıdır, paltarlarıdır, papağıdır. Bunların nə olduğuna bir məlumatım yoxdur, yalan deyərəm. Bu balıq torunu. Burada bir dənə siverji naqqa balığı qoyublar. Bu da bizim balıqçı, səlyan balıqçıları. Neftçala balıqçıları. Bəli dostlar, ikinci mərtəbədən də çəkilişlərimizi etdik və oranı bitirdik. İndi gedirəm, başqa bir zal var. Orada girək, orada baxaq. Oranı da bilən muzeydir, oranı da çəkin, ekskursiya edək. Sadəcə səsin zərif gəlsə, üzürlüsən, çünki içəridə danışmağa, çəkiliş yerinə icazə verilir. Xahiş etmişəm. Mənə çox vacibdir. Çəkməliyəm, ona görə mənə icazə verdilər. Və muzeyin içərisində hətta lift də quraşdırıblar. Bura gələn insanların, yəni yaşlıların, turistlərin rahatsızlığı üçün. Və burada restoran da var. Sadəcə 3-cü mərtəbədə restoran var dedilər. Maraqlı olun. Çəkək görək. Nə restoranı belə. Bu formada qədimi üslubda belə bir restorandır. Buranın 3-cü mərtəbəsində yerləşir. Można burada çay, kofe içmək olar. Düz adam azdır. Serrano müasir üslubda hər bir şey var. İçəridə çay var, kofe var, məsəl üçün. Burada qiymətlər də yazılıbdır. Burger 64 rubla, suplardır, salatlardır, pizzalardır. İçkilər məsəl üçün, kofelerin qiyməti, hər şey burada bildirilib və göstərilir. Burada bir kafedir. Buradan da düşək, gedək növbəti ekskursiya.
hansı ki ikinci ekskursiya edəcəyimiz yer Xlebni Dom adlanır. Buradan ora keçid var. Burada da yazılır, göstərilir. İkinci gedəcəyimiz yer isə Xlebni Dom adlanır. Bu ərazidir. Gözəl adamlar çıxsın. İndi bilərik bura niyə görə Xlebni Dom deyirlər. Здравствуйте. Здравствуйте. Вы сотрудник? Там такие кольца тоже такие. Тогда, пожалуйста, билет. А, билеты есть, конечно. Они только одни или разные? Здесь только одна. Мне нужен только билет. Нельзя Это из- будет из них важно. какой билет? Это музыкальная гостиная. Так, пожалуйста. Спасибо. Прямо, налево и поднимайтесь на первый этаж. Спасибо огромное. Bəli dostlar, yuxarıda bir provyeka bulduq. Buranı çəkib sizə göstərmək istəyirəm. Parkın, muzeyin, həmin sarayın bu daxilidir. Burada yəqin konsert olur, ola bilsin. Bu da bunların köhnə pianinası. Qədimi üslubda olan pianino. Çox böyük bir pianinodur. Amma necə bir şeydir? Birinci səfərdir mən görürəm. Bəlkə siz də birinci səfərdə görürsünüz. Həqiqətən çox ecazkar bir görünüş var. İnsan baxdıqca doymur. Yəqin ki, düz gəlir, hə? Ha, belə bir muzeydir. Здравствуйте. Хлебный дом. Тут, да, правильно? Спасибо огромное. Вот belə bir barabancıq var. Yəqin ki, o zamanların su dərman işlədirlər, belə elektrik əvəzi toxtası üçün. Çok formada portretler de var. Ve bunlar da çizgi film kahramanları. Bu zağa daxil olaq görək burada nə var. Burada bizi qarşılayan Ramiz əmidir. Natəvan xaladır. Ramiz əmi
Qarmonla bizi qarşılayıb. Sağ ol. Çox güləriz eksponatlardır. Və divarda belə rəsm əsərləridir. Çariçina parkının və gölünün rəsmidir. Kim çəkib və neçənci ildə 20-ci əsrə aiddir yazıblar, amma ilini yazmayıblar, neçənci ildir. 20-ci əsrin ortalarında çəkilib bu portret. Bu da Mamet dayıdır. Əlində vino, pendir, qaymaqla bizi qarşılayır, sağ olsun. Bu da Ramiz dayıdır, nömrə 105. Bunun kafesidir, gəlmişik bura yemək yeməyə. Burada içəridə bilmirəm, ştativlə niyə çəkmək olmaz, icazə vermirlər. Razışına yoxdur. Yəni, mən eksponatlardan uzaq dururamsa, yəni burada mənə gəlir ki, heç bir şey yoxdur. Və mən onlara başa sala bilmirəm ki, bu əlimdəki kamera bez ştativ çəkmir. Nəysə, davam edək. Bunların milli qəhrəmanlarıdır, hansı ki, qaçaq nəvləridir bunların, belə deyək. Amma bizim qaçaq nəvliyə sıra bilməzlər bunlar. Bizim qaçaq nəvli, bunlar fərqli vaxtlar olurlar. Ya da bura qədər gəlmişik, çəkək. Burada da çox gözəl eksponatlar var. Və bura, belə deyək, kilsənin kiçik bir formasıdır, muzeyin içərisində. Bu formada kilsənin içidir, belə deyək, orada insanlar dua edir, molitva edirlər. Bu onun kilsənin, yəqin ki, köhnə bir kənd kilsəsidir. Onun bu üslubda maketini burada qoruyub saxlayırlar. Və divarda beləsinə xaç işarələri, təbii ki, və sizə xatırladım ki, bir girdiyim əsas böyük zalla bu zalın ümumi qiyməti 750 rubludadır. Çöldəki binalardan istifadə etsəniz, əlavə 1200 rubl pul ödəyəcəksiniz. Görək, burada da belə bir zal var, kiçik bir zaldır. Burada da bunların kənd həyatları, hansı ki, rəsimlər çəkilib burada. Yəqin ki, bu Çariçino rayonuna aid olan rəsimlər, portretlərdir. Bunlar müasir dövrün Xaldinik maqnitlərinin köhnə versiyaları, taxta formasıdır. Hər şey müasirləşir.
Belə bir tarixi kitabları var bunların. Спасибо. До свидания. Qədimi üslubda sandıqdır. Bu da yəqin ki, mənə elə gəlir, vişurkadır. Bunların hansı ki, pencəyi üstə asmaq üçün, hansı ki, müasir dövrdə var ya, otellərdə, restoranlarda pencəyi asmaq üçün vişurkalar yerdən qoyulma. Bu, o dövrdən bunlar da var imiş. İndi mənə çatır. Çünki üstündə belə bir şəkil var. Çox güman ki, üstə şal var, bir də pencəyi asmaq üçündür. Bunların qədimi paltarları və burada da qədimi bir sandıq, çox qorunur, toxunmasın deyə şüşənin içərisindədir. Ya bunun özəl bir dəyəri var. Bu şəkildə taxta oyuncaqlardır. Özüm də bilmirəm bunları niyə çəkirəm. Çünki burada mənə deyir ki, maraqlı heç bir şey yoxdur. Keçək bu birsiz alar. Burada belə böyük bir portretlərdir. Yəqin sizlərə maraqlı olar. Bu biraz maraqlıdır. Burada kənd uşaqları, bizim kənd uşaqları burada istirahət edirlər, ova gediblər, Mametta ilə. Adama 2 dənə quş, 3 dənə quş vurublar. Dedilər 2-ci məntəqədə nəsə var, eksponatlar var. Gələk oranı çəkək, gələk orada nə var, nə yox. Burada da tipa meşənin içərisindəsən, belə bir eksponat zaldır. Belə bir taxta evdir və taxta evin içindən işığı yandıraq. Bu görüntülər var. Burada bu şəkildə oyuncaqlardır. Məsələn, bunun belə bir bayquş var. İpini çəkirsən, başlayır
Səs çıxartmağa. Maraqlı yerdə oynamaq olar burada biraz. Burada icra istedik. Oturuşlar var. Burada aslında hazır. Уважаемые посетители, наш музей закрывается через 15 дней. Спасибо, что провели этот день с традициями. Ждем вас снова. Bu üslubda burada uşaqların oynamaq üçün çox gözəl bir məkandır. Dedim, həm də çəkim sizə. Burada beləsinə köhnə uşaqların oyuncaqları belə deyək, qədimi. O zamanki uşaqların aid olan oyuncaqları burada sərgiləyirlər. Atdır, insan figurlarıdır, əslavnoy, ördəkdir. Və burada yumurtalar var belə bu şəkildə. Novruz bayramına aid olan boyanmış yumurtalar. Qəşəng. İçəridə demək olar ki, çəkilişlərimiz bitdi. Çıxaq çölə, çəkilişlərimizi çöldən davam edərik. Əsas bunu mən yaddan çıxardım. Bunları çəkim sizə göstərim. Belə bir. Откуда вы к нам приехали? Azərbaycan. Очень. Город Сумгат. Очень приятно. Спасибо огромное. Спасибо вам за визит. Вам спасибо. Хорошего вам вечера. Спасибо за приятное отношение. Ой, мы всех посетителей очень любим. Приходите чаще. Да у вас не было так. Бывает. Вы ни в чем не виноват. Спасибо огромное за доброе отношение. Серьезно. Конечно. Спасибо огромное. Очень приятно с вами. Bəli dostlar, hal-hazırda muzeyin içindən çıxırıq. Həmin bu gördüyünüz arxadakı bina, bu bina, hansı ki bu böyük binalara girişdir. Bu tərəfdəki həmin o sarayın içinin müəyyən bir yerlərinə girdik bu hissədə, gördüyünüz bu binada. Hər iki binaya giriş buradandır. Bu binada olduqca maraqlı oldu, açığı. Bu binada öyle maraqlı bir şeyler yok idi. Sırf uşaqlar üçün eksponatlar idi. Oyuncaqlar idi. Mən dedim, yəqin fərqli bir şey olar. Amma əsas bu binada mənə elə gəlir ki, sizin də xoşunuz gələcək. Çox gözəl idi, mənim xoşum gəldi.